Boruda civə sütununun üstündəki havanın təzyiqi nə qədərdir? Atmosfer təzyiqini normal qəbul etməliyik. Diqqət edirik ki, boru tərsinə çevrilmiş bir borudur. Təbii ki, burada 2 sm hündürlüyündə bir civə sütunu görürük. Bu civənin yaratdığı təzyiq 20 mm civə sütunu olmalıdır. Digər tərəfdən burada hava var. Həmin havanın təzyiqinin nə qədər olduğu bizdən soruşulur. İndi biz qabı tərsinə çevirmişik, amma bu civə nə də hava bu qabdan kənara çıxmır. Buna səbəb nədir? Buna səbəb təbii ki, burada civənin açıq səthinə edilən atmosfer təzyiqidir. Atmosfer təzyiqi deməli buradakı təzyiqləri tarazlaşdırır ki, bizdə tarazlıq vəziyyəti yaranır. Onda yaza bilərik ki, atmosfer təzyiqi burada bərabərdir havanın təzyiqi ilə 20 mm civə sütunu təzyiqin cəminə. Yəni 20 mm civə sütunu təzyiqlə burada yaranan havanın təzyiqi yekunda atmosfer təzyiqinə bərabərdir ki, bu səbəbdən qabda olan civə və hava bu qabdan kənara çıxa bilmir. Atmosfer, normal atmosfer təzyiqi qəbul olunacaq. Atmosfer təzyiqi 760 mm civə sütunudur bildiyimiz kimi. Civə sütunu bərabərdir P hava üstəgəl 20 mm civə sütunu. Onda buradan P hava bərabər olacaq 740 mm civə sütununa. Yəni B variantını biz götürməliyik. Sağ olun, gələn izahlarda görüşərik.